27 ildir burada yaşayıram. Bizim evimiz indi göstərəcəm sənə bizim evləri. Bizim evimizdə ümumiyyətlə pəncərə yoxdur. Bizdə bir dənə pəncərə var. Pəncərə bir dənə dar bir yerə açılır, kvadrat yerə. Oranın da elə bir ki, 2 divarı bizimdir. Qalan o bir divarlarda başqa qonşularında pəncərələrə baxırlar. Yəni o 3 evin havası oradan gəlir. Bura nə taksi çağırmaz. Adam utanır taksi çağırmağa. Taksilər girmir məhəllələrə. Ləki yol narahat. 9, 7, 8, 12, 13. Yəni belə arta gedir. Hə də 27 ildir mən burada böyümüşəm, oynamışam. Amma 27 il ərzində də çox şey dəyişib də. Məhəllələr dağlaşır, hamı tikir yalaşırlar. Tikdikcə də belə şey olur. Evlərin çoxsu yerdən aşağıdadır. Buranın özü də ümumiyyətlə aşağıdadır. Yəni yerdən aşağıdadır. Elə bir quyuya girmirsən. Evlərin özü də aşağıdadır. Ona görə də evlərin əksəriyyəti rütubət olur, divarları sürür.